Əsl Snickers tortu hazırlamaq istəyirsinizsə, videoya diqqətlə baxın. 6 ədəd yumurta, 300 qram şəkər tozu, 200 qram ərinmiş yağ əlavə edib qoyuram qarışsın. 200 qram unu, 20 qram qabartma, 40 qram kakao, 10 qram vanil əlavə edib qarışdırıb, əlavə edirəm yumurtalı qarışımın içinə. Mən 26 ölçü çəmbərdə biskviti hazırlayıram. 160 dərəcədə qoyuram, 1 saata yaxın bişir. Bu arada qrilyajı hazırlayıram. 180 qram ağ şokoladı benmari üsulu əridirəm. O əriyənə qədər 180 qram bişmiş malako, 120 qram glukoza, 200 qram araxis əlavə edirəm və ərinmiş ağ şokoladı da əlavə edib qarışdırıb 26 diametr ölçüdə çəmbərin içinə bu cür gördüyünüz qaydada yayıb qoyuram buzxanaya. Və gördüyünüz kimi biskvitim də hazırda bişdi və içliyin hazırlayıram. İçlik üçün 200 qram qatlaşdırılmış süd, 200 qram karamel, 200 qram zavarnoy krem. Video uzun olmasın deyə zavarnoy kremi digər videoma, kanalıma daxil olun və digər bundan öncəki paylaşımımda var. 100 qram şirin balıq peçenya gördüyünüz qaydada klokun içərisində belə ovub əlavə edirəm və 100 qram da yer fındığı əlavə edib qarışdırıram və başlayıram tortumu yığmağa. 2 yerə bölürəm biskviti. Birinci biskvitin üzərini qatlaşdırılmış südə biraz su əlavə edirəm, qarışdırıram və biskvitimi isladıram və onun üzərindən zavarnoy kremimi əlavə edirəm və kremin üzərindən hazırladığım bu içliyi əlavə edirəm və digər biskviti üzərinə qoyuram. Yenə biskviti isladıram, üzərinə yenə də zavarnoy krem əlavə edirəm və kremin üzərindən şokolad əridirəm. Məndə evdə damla şokolad, qırıntı şokolad, qəpik şokolad var idi. Hamısını qarışdırdım. 300 qram şokoladı əritdim. Benmari üsulu kremin üzərindən əlavə elədim. Yaydım və gözlədim ki, şokolad donsun. Şokolad donduqdan sonra buzxanadan gördüyünüz kimi qrilyajı çıxardıram və bu formada dilimləyirəm. Dilimlədikdən sonra tortun üstünə bəzək kimi bu cür qoyuram. Həqiqətən də çox ləzzətlidir. İnanın ki, əsl Snickers şokoladının dadını verir. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyəndinizsə, bəyən düyməsinə basın. Gündəlik paylaşımlarımı izləmək istəyirsinizsə, Instagramda Lalə Home yazaraq səhifəmə keçid edə bilərsiniz. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn videolarda görüşənədək. Hələlik.